Günün ənənəvi olaraq hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Bugün oktyabrın 10-udur və oktyabrın 11-nə olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən isə yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18 dərəcə isti, gündüz isə 20-24 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın bölgələri ilə bağlı hava haqqında məlumata gəlincə, rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-17 dərəcə isti, gündüz isə 21-26 dərəcə isti olacağı proqnozlaşdırılır. Dağlarda isə gecə 5-10 dərəcə isti, gündüz isə 10 və 15 dərəcə arası isti olacağı proqnozlaşdırılır.